Seyid İbrahimoğlu Şuşinski. Seyid İbrahimoğlu Şuşinski Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti Cabbar Qaryağdıoğlu tərəfindən şərq musiqisinin incisi adlandırılıb. Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə dövrünün savadlı və açıqfikirli qadını, xalası Məşədi Nurzad məşğul olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl 2 il Mir Möhsün Nəvvabın yanında oxumuşdur. Sonraki müəllimi Cabbar Qaryağdıoğlu olmuşdur. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan Çahargahı xüsusilə böyük məharətlə oxuyardı. Özü də həmişə onu mayədə yox, mənsuriyyədən başlayardı. Zildə böyük ustalıqla zəngülələr vuraraq sonra mayəyə enərdi. Maraqlıdır ki, həyatının son illərində yaşı artıq 74-ü ötmüş Seyid Mənsuriyyəni eyni şövqlə oxuyurdu. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. Ayıl ey millət, mən bir türkəm, millət istərsə və s. Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy, Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərmişdir. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesanat idi. O, dövrünün teatr aktyorlarına çox kömək etmişdi. Özü də aktyor kimi bir sıra rollarda oynamışdı. Şahnazda Dilkəşi ilk dəfə Seyid Şuşinski ifa etmişdi.